Həftəlik bürclər, Oğlaq, Boğa, Qız bürclərin torpaq ünsürləri 29 dekabrdan 5 yanvara doğru nələr gözləyir? Oğlaqlar bu həftə belə deyim də, Oğlaqlar bu həftəni yola versəz, elə bilin ki, hər şey yola vermiş vəziyyətdə olacaqsınız. Bu həftə küskünlüyünüz, şəxsiyyətlə bağlı problemləriniz, daxili ruh çöküntünüz, maddisal sıxıntılarınız həddən artıq çox olacaq. Bu həftə Oğlaqlar kartlar sizə şanslı olduğunuzu göstərir, amma siz bu şansdan istifadə edə bilmədiyiniz üçün geridə qalacaqsınız, qərarsız olacaqsınız, tamamlanmamış vəziyyətdə olacaqsınız və çabalarınız da boşluqda olacaq. Elə bir vəziyyətdə olacaqsınız ki, sanki nəyi necə edəcəyinizi, özünüzü necə aparacağınızı, şəxsiyyətlə bağlı necə davranacağınızı bilməyəcəksiniz. Küskünlüyünüz çox olacaq, düşünmədən danışıqlarınız, sözün bitişini gözləmədiyiniz anlarınız və narahat olacağınız məqamlar olacaq. Böyük bir problemlər və zərbələr yoxdur, amma daxili narahatçılığınız, daxili güvənsizliyiniz, tamamlanmamış qüvvəniz həm sağlamlığınıza, baş ağrılarınıza ciddi bir şəkildə təzyiqə, nəfəs yolunuza problem yaradacaq, həm də ki, ən birinci məqamda sizin şəxsi həyat üzərindən aktivliyinizi tamamilə zəiflədəcək. Razıyam, düşünmək lazımdır, amma bu qədər çox düşünmək sizin həm zaman etkinizə, həm də bəzi şeylərin uyğun olmadığı formada yönləndirmək narahatçılığınızı daha da aktivləşdirmiş bir formaya aparacaq. Ona görə hər şey normal şəkildə, belə deyim, normasını daha gözəldir. Oğlaqlar bu həftə bizi uğurlu edə bilərsiniz 68%-ə doğru. Buğa bürclərinə gələndə, Buğa bürcləri bu həftə arzularınızı reallaşdırmağa doğru gedəcəyiniz həftələrdən biridir. Həftənin əvvəllərində çox aqressiv olacaqsınız. İnsanların dediyi sözlər, fikirlər sizi qıcıqlandıracaq və sərt təpki verəcəksiniz. Amma buna baxmayaraq mən məhkəmə quracağam beynimdə, maddiyatı necə idarə etmək lazım, bu həftə çox gözəl idarə edəcəksiniz. Pulla, maddiyatla, işlə bağlı narahatçılıqlarınızı da bu həftə insanlara, müdiriyyətə, başqa insanlara bildirəcəksiniz və özünüzü yeni bir alanda, yeni bir başlanğıcı kəşf etməyə çalışacaqsınız. Bəli, bu həftə yeni addımlara doğru gedəcəyiniz bir nüansdır. Bu addımlardan istifadə edərək həftənizi 75%-ə qədər uğurlu edə bilərsiniz. Sadəcə olaraq mənim xoşuma gəlməyən başımızın bədən üzərində ağırlığı və narahatçılığı həddən artıq çoxdur. Bu boyun ətrafı fəqrələrlə əlaqədar ola bilər. Bu bizim belə deyim, sümük sistemimizdə kalsinin, bəzi vitaminlərin, dəmirin çatışmaması nəticəsində olur. Çünki bədəndə vitaminin azlığından başlayaraq sizin belə deyim də bulantılarınızın normadan çox olması bədən sağlamlığınızın stabilliyini pozur deməkdir. Ümumi pis həftə deyil, həftənin əvvəlindən sərtliyi başlayıb, həftənin sonları da yumuşalma və uşaq kimi rəftar etmələriniz aktivləşəcək. Qız bürclərinə gələndə bu həftənin uğurlarından biri də qız bürclər sizsiniz. Amma bu həftə o qədər yalan hiss edəcəksiniz ətrafınızda. İnsanların sizə qarşı doğru davranmadığını, məsuliyyətsiz, yalancı, nələrsə kamuflaj edəcəyini düşünəcəksiniz. Maddisal pul baxımından ən çox da qız bürcünün qadınları şanslı bir məqamda olacaqsınız. Pul maddiyyat baxımından təkliflər, pul maddiyyat baxımından yenilənmələr sizi daha önə çəkə bilər. Başa düşürsünüz, hiss və emosiyalarınız, öz azadlığınız, özünüzün hər bir alanda gözəl və önə çəkilmiş, şanslı bir insan olaraq göstərməyinizi qız bürclər səbəbi olacaq. Ailə şəxsiyyətinə əlaqədar qərar vermə bu həftələrdən biri uğurludur. Özünüzü önə çəkə bilərsiniz, istək və düşüncələrinizi aktivləşdirə bilərsiniz. Qız bürcləri həftənin sonlarına doğru bir balaca deyilən vədlər, bir balaca deyilən sözlərin heç birinin yer tapmadığı, siz bir balaca küskünlüyə doğru ola bilər. Arzu və xəyallarınızı yarımçılıqda qoya bilər, amma uğurlu həftələrdən biridir. Çünki həm azadlığınız olacaq, həm pul şansınız olacaq, həm də şəxsiyyətinə əlaqədar uğurlu qərarlar və yeni tanışlıqlar əldə edə bilərsiniz qız bürcləri. Bu zamandan istifadə edə bilsəz, həftənizi 83%-ə qədər qız bürcləri uğurlu edə bilərsiniz.